Heç olubmu kimsə arxanızdan pis danışıb və siz bunu sonradan öyrənmisiniz? Ya da biri kiçik bir iynəli sözlə gününüzü korlayıb? Yaxşı his deyil, düzdür? İndi təsəvvür edin ki, bəzən bu rolda biz özümüz olarıq. Nə olar? Allah Taala Huməzə surəsinin ilk ayəsində xəbərdarlıq edir. Vaylun likulli huməzətin luməzə. Vay halına hər kəsin ki, insanların arxasınca qeybət edər və onları məsxərəyə qoyar. Huməzə və luməzə nə deməkdir? Bu adamdır ki, daim başqalarının qüsurlarını axtarır və durmadan iynəli sözlər deyir. İstər sözdə, istərsə də mənalı baxışlarla. Bu cür davranış sadəcə bir insanın könlünü qırmaqla qalmır. Eyni zamanda bir dostluğu da məhv edə biləcək bir kiçik alov kimidir. İndi bir anlıq düşünək. Bəlkə biz də bəzən bir zarafatla, bir sözlə kimsə incitmişik, ya da içimizdə birini pis fikirlərlə mühakimə etmişik. Unutmayaq, Allah bizdən istəyir ki, dilimiz və qəlbimiz təmiz olsun. Qüsur axtarmaq əvəzinə başqalarının yaxşı cəhətlərini görək və dilə gətirək. Bir gözəl söz, gözəl bir gül kimi insanın könlünü aça bilər. Allah da bu cür mərhəmətli davranışları sevir.